Salam, silindirə aid belə bir sual verilib. Silindirin daxilinə radiusu 3 cm olan kürə çəkilmişdir. Silindir çəkdim, indi daxilinə kürə çəkək. Deməli, radiusu 3-dür bu kürənin. Bizdən silindirin həcmini soruşur. Şəkildən göründüyü kimi bu radiusu bu cürdə çəkə bilərik, baxın. Bu cürdə çəkə bilərik bunun radiusunu. Deməli, bura 3-dürsə, həmçinin silindirin oturacağındakı dairənin radiusu da 3-ə bərabərdir. Və yadda saxlamaq lazımdır ki, əgər silindirin daxilinə kürə çəkilibsə, bu silindirin ox kəsiyi kvadratdır. Yəni, burada A, B, C, D kvadratdır. Kvadratdırsa bütün tərəflər bərabərdir. Radius 3-dürsə, diametr, yəni AD 6-dır. Oturacaqdakı dairənin diametri 6-dır. Həmçinin CD də 6 olacaq. Silindirin həcmini tapırıq. Silindirin həcmi oturacağının sahəsi vurulsun hündürlük. Yəni pi r kvadratı vur h. Pi vur. Radiusu 3-dür. Kvadratı 9. H da 6. Olacaq 54 pi. Yəni olacaq D variantı.